Konservləşdirilmə zamanı xorş duzundan istifadə edilir. Xorş duzunun ağ rəngli suda yaxşı həll olur. Onun formulu natrium kloriddir. Onun konservləşdirilmə zamanı sirkədən də istifadə edirik. Sirkə turşusu. Sirkə turşusundan da istifadə edirik. Sirkə turşusunda bəzi başqa hallar da var. Üzüm sirkəsi, alma sirkəsi və s. O maye halındadır və onun formulu CH3COOH-dır. Çay sodasından da şirin çörəklərdə, şirniyyatlarda. Çay sodasından istifadə edirik. Çay sodası şirniyyat çörək bişirdikdə istifadə edirik. Onun formulu natrium HCO3'dür. Natrium HCO3'dür. Onun formulu çörək pişirdi, şirniyyat çörək pişirdi, onu şişirdir və onun yumuşaq halı. Şişirilməsinə səbəb orada nə qazın ayrılması? Orada karbon qazının ayrılmasıdır. Sağ ol, sonra? Və orada şişir və yumuşaq, o da karbon qazı orada. Çay sodasının üzərində sirkə çözdükdə karbon qazının ayrılması, karbon qazı yaranır, daha doğrusudur. Şəkər də duz kimi ağ rəngsədir və suda yaxşı həll olur. Onun formulu C12H22O11'dir. Şəkərin dadı necədir? Şirin dada malikdir. Nə rəngdədir? Nə rəng? Ağ rəngdədir. Sonra aseton. Aseton boyaları təmizləmək üçün istifadə olunur. Aseton ağ rəngdir. Aseton rəngsizdir, usucudur. Usucu iyiyə malikdir. Formulu? Onun formulu C3H6 odur. Ondan sonra tipdə ən geniş istifadə olunan etil spirtdir. Etil spirtlərin dezinfeksiya edici kimi istifadə təmizləmək üçün lazımdır. Onun formulu C2H5odur. OH. Bax ora bir də C2H5OH-dır. OH-dır. Sonra Neşatır spirti də tipdə istifadə edilir. Onun bayrağı insanlara ayırtmaq üçün istifadə edilir. Onun formulu NH4OH-dır. Onun kəsinliyə malikdir. Ona görə də insanlar kəsinlikdən tutanır və ayrılır. Hidrogen proksiti, hidrogen yaraları açıq yaralara vururlar. Onun bakteriyalardan diş əti qanamasına da, ağız boğaz şeyinə də istifadə olunur. Formulu H2O2'dir. Adı nədir? Onun hidrogen peroksit və yaxud PX deyirik də ona. Elə indi Ayşə sən keç o tərəfə. Pis idi. Yox, get o xələlifiyə çıxasın. Pis idi. Yox, hələ